130 mən keçdim, mənim yanıma elə getdim, elə mən dayanmışdım. Vay, mətəri getdi, buuu elədi. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Nəhayət yeni motosiklettimin ilk 1000 kilometrini başa vurdum və çoxlarınız yazırdınız. Elə özüm də istirdim ki 1000 kilometri keçən kimi bir uzaq bir rayona falan gedib geniş bir videosunu çəkim. İnşallah bugün hardasa bir 200 kilometrlik məsafə gedəcək rayona. Danışacağıq, fikirlərimi söyləyəcəm. Allah! Bismillah! 200 kilometr yol, saat 2-nin yarısıdır. Gedək görək neçə dəqiqəyə çatırıq. Telefonumu takmamışam. Xeyirli başladıq eləçilik. Getdik. Gedək birinci benzin vuraq. Çünki bu motosikletin benzin temasını hələ də tutanmamışam. Nə qədər gedir, nə yiyir. Amma babat yiyir bilirəm. Yağ pendir kimi yiyir benzini. Bildiyim qədərilə uzun yolda daha az yeməlidir. Şəhər içi qəşəng yeyir, indi onları yoxlayacaq. Masadırın probkaları da günü-gündən artır, azalmır. Təzə motosiklet alanda, moped alanda bura kuruğu keçmək yadıma düşür. Qorxumdan keçə bilmirdim. Sizə bir şey deyim ki, motosikletin səsi adamı dəhşət tırkalayır. Deyir ki, məni sıx da qardaş. Aba. Qardaş 95 olacaq. Çox qardaş, yaxşıdır. Təşəkkür edirəm qardaş, çox sağ olun. Demək 195 kilometr polnu benzin. Görək bizim sərfiyyat nə olacaq. Biraz yağışlı havaya oxşayır, açığı. Özüm bugün baxdım ki, hava biraz normaldır. Külək zat yoxdur, çox dedim. Bugün çıxım. Özdə bilirsiniz hara gedirəm uşaqlar. Dünyanın ən füsunkar, görümlü, gəlimli rayonumuza mənzərələrlə dolu. Sizcə haradır? Təbii ki, Kürdəmir. Ay, biraz gözlə də. Ağsaqqal idi bu. Ağsaqqallar veçni bizi yolda tədirgin eləyir də. Sürüşdən bilirsən ki, içində ağsaqqaldır. Ya buradan sağa döndük, Lökbatana fişo. Buranın bir də bastırığından canımız qutarsın. Mən Lökbatan yolunu bu qədər dolu görməmişdim. Sabah 6 bazardır, bugün həftən 5-ə çıxmışam, yəqin ki, bəlkə də ona görə cəmaat rayona zada gedirdəndir. Əvvəl əlimi buraxamırdım, əlimi zadla buraxıram. Nədə onda şişmişəm ki. Səbirsizliklə 1000 kilometri keçməyə gözləyirdim ki, daha bu videomuzu çəkək də. Əvvəl yadınıza gəlirsə, ancaq özümü küncə sıxıb gedirdim. Həqiqətən insan sürdükcə, təcrübə qazandıqca yavaş-yavaş düzəlir. Yəni adicə və belə zəif kuruqları heç vaxt sürətlə girəmirdim. İndi buranı ki 94 ilə, 95 ilə rahat dönəm. Maşının arxasına çatıb, ancaq çox qəşəng tutur torumuzu. Yəni çox əladır. Yəni bir nəqliyyat vasitəsində də əzizləyicilər ən önəmli şeylərdən biri tormuzdur. Çünki tormuz yaxşı olanda istərsəməz bu adama biraz yolda güvənli sürüş hissi verir. Buralar da yolu nə gündədir ya, subhanallah. Ona var. Ümid eləyirəm ki, Kürdəmir yolu normal olar. Dünən həyatım boyu bir şey olmamışdı. O Masazıra qurtuluşa gələn yolda sağ tərəfdə də, hələ ki Masazırın kuruğundan qabağa gedəndə sağ tərəfdə bilənlər bilir, orada dəhşət dərəcədə yamalar var. Mən də o yamaları demək olar ki, əzbər bilirəm. Dünən biraz oran sürətli getdim. Bir dənə yama var. Sürətli getdim, bildim ki, dönəməyəcəm də. Yekə yamadır özdə. Gözümü yumdum ki, da mən açdım. İlk qəzam buradadır. Çünki ora düşdüm, dedim mən çıxanmaram. Yaxşı oldu ki, gəldim, sürətdə də girdim. Çünki yavaş gəlsəydim, oradan çıxa biləcəydim. Allahın izni ilə çıxdım. Prosto bir dənə dadam belədir da. Dedim ki, nəsə qırıldı da atdan. Amma şükür Allah heç nə qırılıb zad eləmədi. Yəni, yaxşı qutardım. Prosto ürəyim ağzıma gəldi da. Ona görə ehtiyatlı olmaq lazımdır. Nətər demiş, Aytakin Alxaslı, sürmə 100, yaşa 100. Düzdür qardaş, biz maksimal dərəcədə səbəblərdən yapışaq, amma yenə də qədərimiz Allahın əlindədir. Çünki həmişə deyirəm, bizə Rəbbimiz buyurub ki, yəni uca qalalar içərisində olsanız belə, o qaçdığınız ölüm sizi gəlib haqlayacaqdır, tapacaq, xeyri yoxdur.
Şükür Allah peşmançılıq verməsin. Həmişə ehtiyatlı sürməyə çalışmışam. Çox sürət dəlisi deyiləm. Düzdür, bu motosikletin səsi dediyim kimi adamı biraz tırkalayır ki, sıx. Ay dağlarda gəzən oğlan, ay dağlarda gəzən oğlan. Uşaqlar, motosiklet, valla sürənlər bilər. İnsana çox gözəl hisslər verir də qardaş. Möhtəşəm hisslər verir, Allah'ım da olsun. Maşında əsla bunu dada bilməzsiniz də. Kamazların yanından arasından keçmək ən narahat olduğum xüsuslardan biridir. Niyə? Çünki yanlarından keçərkən birdən yan küləkləri risk vura bilər. Nə bileyim, bir dəfə videoda görmüşəm, o ayda Kamazın təkəri partlayanda çox pis valnası olur da. Yəni adam əməlli başda atır. Ona görə bunların yanından keçəndə biraz tez keçməyə çalışıram. Ümumiyyətlə nəinki, elə maşınlar falan da balaca. Bunların yanından tez keçmək lazımdır. Təhlükə mənbəyidir çünki. Aşağı üstü və riski qabağına çıxar. Nə bilim, yuxulayar adam görməz səni. Bir şey yadıma düşdü. İndi buralarda biraz külək var, ona görə deyim. Bu motosikletdə küləkdə sürmək həqiqətən bundan əvvəlki sürdüklərimdə çox fərq eləyir. O bədə düzdür, biraz cruise stilindədir. Düzdür, çox dik pozisyon deyil. Yəni çox dik deyil. İndi bir daha yoxlayacağam da görüm uzun yolda komfort hissi zadı necə olacaq? Yəni bel ağrıması falan, yəni çox dik deyil. Komfortlu olanlar çox dik olanlardır. Nə də sport kimi çox belə deyil. Ortadır belə. Amma həm oturuş tərzi aşağıdır deyə, həm də ki çəkisi var da hardasa bir 220 kilo falan. Yəni ki benzin mən üstündə falan bir 300-ə qədər qalxır. Ya bu da əməlli başlı, yəni baxırsan ki o biriləri də küləkdə o yana bu yana yelləyərdə bunda daha az təsirlənir. Yəni demirəm, yox, ümumiyyətlə təsirlənmir. Yəni küləyin gücü qalxdıqca əlbəttə ki fırç eləyəcək, götürüb tullayıb səni, amma o birilərindən çox fərqlənir. Həmçinin aşağı pozisyonda olması adama belə güvən hissi verir, belə basıb geyirsən. Belə desən, yəni insana aşma hissi az verir. Yəni bu dəqiqə yıxılacam deyə qorxmursan. Amma nə sürməyimdən, necə sürməyimdən asılı olmayaraq 110-120, yəni mənə hələ ki polnu bəs eləyir, maksimalını. Bəlkə də zamanla bu da sürət sevgisi daha çox alacaq, amma mən sürətdən çox komfortu sevirəm. Yəni komfortla gedim, gəlim, özümü təhlükəsiz hiss eləyim. Həmçinin düzdür, çox redka hallarda, məsəl üçün sürət adamı xilas eləyir Allahın izni ilə. Məsəl üçün nəsə hadisə olur, onun arasından sürətlə keçməlisən. Amma çox hallarda qardaş sürət problemdir. Çünki sürətli getdiyin vaxt maneələrdən yayınma şansın bəzən çox az olur. Və bu faktdır ki qardaş, ölüm hadisələri motosikletlərdə, çox sport bayklarda və sürətdən olur. Çünki yığışdıramayacaqsan axı. Sən 1 saniyə neçə metr gedirsən yüksək sürətdə. Ona görə ən gözəl motorçu qardaş evə sağlam gedən motorçudur. Yavaş sürün, ehtiyatlı sürün və daima bu gözəlliyin keyfini çıxardın. Ana boynunu bükdü kamera. Yaxşı bağlamamışam. Ay, ürəyin niyə getdi sənin? Bura bağlayanda ürəyimə damışdı ki buradan çıxacaq. Evet, deyin görək. Səsə baxın səsə. Səs kayıfdır da. Getdik. Hələ kilik bir demək olar ki 50 kilometr kimi gəlmişəm. Belimdə falan belə çox böyük bir diskomfort yoxdur. Yəni pozisiyasına görə deyirəm, oturma pozisyonuna görə yaxşıdır. Əyləciləri ABS-dir bildiyimiz kimi, arxa ön ABS-dir. Çox gözəl işləyir maşallah. Sadəcə olaraq ayda subhanallah. Uşaqlar, demək bu təzə götürəndə bax həqiqətən çox önəmli məsələ imiş. Həmişə deyirlər axı çox birdən-birə çox yüksək cc gedib almayın. Yəni güclü motorlu motosikletlər də. Mən də bunu almışam. İndi o biri 250 cc-dir, bu 500-dür. Bundan əvvəlki Ronin 100-ə hardasa 12 saniyə qalxırdı. Bu 5-6 saniyə qalxır 100-ə yerindən götürülməyi. Ayda ilk hisslər möhtəşəm idi də. Oturmuşam belə qaza. Deyirəm bu nə də, bu nə yerindən xodlanmaqdır, bu nə səsdir. Nə bilim, ilk hisslər tamamilə möhtəşəm idi də. Sadəcə olaraq indi hələ təkərlər təzə olanda bilirsiniz də. Bunun çox motorçular bilir. Motosiklet təkərli təzə alanda bir neçə 100 kilometr, 100-200 kilometr ehtiyatlı olmalısan. Çünki xüsusi maddə vururlar, təkərlər qəşəng zat görsənsin, o sürüşmə olur da, yeni, təzədir. Təkərlər açılışana qədər çox riski qaz vermək, çox sürüşkən yerlərdən falan getmək olmaz. İndi mən də almışam, səssiz adı ləzzət eləyir. Bir dəfə xırdalanda o, başıma gəldi bu şey, bir dəfə də masazırda. Qaz verdim, arxası sürüşdü motosikletin. Ayda! Dedim mən bu nə yaxşı aşmadı. Sonradan bilmişəm ki bu motosikletdə traction control var. Ekranında da göstərir. Mən indi anladım traction control nə qədər önəmlidir. Traction controlda ki motosikleti sürüşməkdən qoruyur. Yəni arxa sürüşən kimi özü tənzibləyir.
çox möhtəşəm tənzimləyir də, yəni arxası getdi, tənzimlədi tez. Rəngi ağardı da inanası. 2 dəfə baş verdi bu hadisə. Təzə alanda həm gücünə öyrəşməmişdim, həm də ki təkərlər yaxşı açılmamışdı. Mütləq motosiklet alanda çalışın ki onda traction kontrol olsun, çox önəmlidir. İndi suda zətdə Allah qorusun, sürüşmə olar, nə olar orada burada. Çox faydası olur. Ay qardaşım, gəlib bu dirənməyin arxadan da. Dəhşətləri. Yolların vəziyyətini görürsüz də, çox yaman gündə. Bizim yollara baxmırlar həqiqətən. Çat-çat hər yer, danqadan, üstündə əsə-əsə gedirsən. Yeri gəlmişən amortisatorlarda normaldır. Pis olsaydı indi burada yoxsa böyrəklərim tökülmüşdü, həm də səsimdən hiss edirdiniz də. Elə gedirdim. Gələk mənfisinə. Əslində qalsın bu mənfi deyil uşaqlar. Bobberdir də bu motosiklet. Bobberin bu stili belədir. Ya bu nədə, nə gündədə bu yol. Təkərin ortasında üstü açıq olması. Amma təkərin üstünün açıq olması Azərbaycan üçün yaramır. Masazır üçün isə heç yaramır. Bir dənə palçığı atırdı belimə. Ayda. İndi çəkmişəm videolarını ekranda görəcəksiniz. Ya motosiklet yaman günün qalırdı da. Şuralar ki bu motosikletin çox gözəl custom aksesuarları falan var. Elə duqalarını AliExpress'dən sifariş verdim. Elə arxasına da bir dənə qəşəng palçıqdan qorumaq üçün sifariş verdim. Nə deyir? Fender deyirlər, nə deyirlər? Abları keçək. Yəni bu motosiklet alsanız onu nəzərə alın ki, qardaş. Bu üstü açıqlığı Azərbaycan üçün nəzərdə tutulmayıb. Həmçinin həm deyirlər bobber üstü açıq olanda gözəl görsənmək falan. Açığı deyim mən. Yəni üstü bağlı olanda daha xoşuma gəldi görünüşü. Həmçinin üstündə balaca bir xıdmani yük qoymağa yerim də oldu. Lazım olsa da gələcəkdə. Sonra mənfilərindən burada benzin göstəricisi məsəl üçün sensor bəzən dəqiq, yəni göstərmir. TVS oyununda kilometraj göstərirdi. Təxminən bilirdin ki, indi 80, 50, 100 zat qalıb da. Burada ancaq xəttlərləndir. Biraz məsəl üçün istəyərdim ki, kilometrajı göstərsin. Kiçik şeylərdir. Zamanla alışırsan, öyrəşirsən, amma yenə də yer gəlmişəm motosikletin yəni 220 kiloda, amma inan o qədər gözəl balanslaşdırılıb ki, hiss etmək olmur çəkini yəni. Elə bir ki 50-60 kilodur. Mən açığı bunu biraz təkərrəz adı böyükdür deyə də fikirləşirdim ki, bununla manevr eləmək çətin olar. Halbuki tam əksi oldu, sanki daha rahatdır. Bu var ha, yerindən tez götürülmək. Bu çox adama güvən verir ki, maşın aralarından keçəndə bu sürət çox lazım olur adama. Sürət zəif olanda o kamazdan arasından keçəndə midi ki, adamın bitər olur. Amma dərs sıxıb aralarından tez bozar. Baxın, bura düzənlikdir deyə əməlli başda əlimi aparır, külək var. Amma şükür motosikletdə o qədər səni narahat eləmir. Yəni balans itmir. TVS-də 100-ə qalxsaydım belə əlim əsirdi sağa sola. Belə gedirdim. Yəni çəki və aşağı pozisyon çox təsiri var. Və həmçinin də ki güc. Yolun sağı yaman gündədir. Mən buranı deyirmişəm motorçu dostlar ki, bu Kürdəmirə gedən yolda sağ tərəf nə bilim o qədər belə enişli, yoxuşlu, aşağı, yuxarı. Sol tərəfdə də belə baxın, balaca bir dənə yer var, düz olan. Elə bir sağ tərəfi yaddan çıxardıblar. Düzdür, Quba kimi deyil. Quba vəfşəm yekə, çopur belə yamalar var. Amma sağ şeydir, yaman gündədir, sol bir balaca normaldır, heç olmasa geyirsən. Bir dənə sağa keçim, ayda bu nədir? Bir dənə sağa keçim gedim dedim. Nasan qalxırsan, düşürsən. Ayda 110 zadı hiss eləmirəm yolda. Əvvəl 110-a qalxamırdım. Həm də bu motosiklet biraz komfortludur. Hacı Qabuldayam. Nə qədər gəlmişəm? 113 kilometrdir. Yaxşıdır. Ləzzət eləyirik. Yeri gəlmişkən millət, məndən sizə əmanət. Motosikletin ürəyi mühərrikdirsə, bu mühərriyin sağlamlığı onun yağından asılıdır. Ona görə heç vaxt yağ məsələsində qənaət eləməyin, qəti bir şəkildə. Bilirik ki, motosiklet mühərriyi avtomobil mühərriklərindən fərqlənir. Çünki motosikletlər yüksək dövriyyədə işləyir, daha sürətli və tez qızır və sürtünmə daha çox olur. Keyfiyyətli yağ motorun ömrünü uzaldır, hissələrin sürtünməsini minimuma endirir və təbii ki, istilik yayılmasını da balanslaşdırır. Və dəyərli izləyicilərim, mən sizə bir mənalı şəkildə motul yağları məsləhət görürəm. Çünki özüm də keyfiyyətinə şahid olmuşam.
Elə Avqatqanı qutarıb 1000 kilometr eləyən kimi qəşəng bir dənə motul yağından da vurduq. Niyə motul qardaş? Çünki premium sinif tam sintetik yağdır. Sürüş zamanı debriyajın sürüşməsinin qarşısını alır. Çünki soyuq havalarda mühərriyin tez işə düşməsini təmin eləyir. İsti havalarda mühərrik stabilliyini qoruyur. Qardaş uzun ömürlüdür. Daha gec yağ dəyişməliyirsiniz. Sürət dəyişmələrdə çox yumuşaq olur da, yəni yağ kimi. Heç hiss eləmirsən. Bir sözlə aqressiv sürüş və şəraitə tam uyğun bir yağ. Bu yağın sürtünmə müqavimətini və qoruma qabiliyyətini test edən cihazdır. Motol yağında sürtünmə və başqa bir yağda sürtünmə. Məncə hər şey aydındır. Motobaz Motolun Power Sport bölməsinin, o cümlədən motosiklet yağları üzrə Azərbaycanda rəsmi nümayəndəsidir. Burada moto geyimlər filan da hamısı orijinal, çox yüksək səviyyədədir. Bu ən sevdiyim kaskımdır, Motobazdan almışam. Diz qoruyuculu cinsim, həmçinin əynimdəki paltar da dirsək və çiyin qoruyuculudur. Hamısını Motobazdan almışam və 1 ildən çoxdur geyinirəm. Aşkım de, aşkım. Axı ki bir balaca yaşıllıq gördü ya. Qupquru yerdən gəlirəm bayaqdan. Bir 130 km/saat sürəndən sonra bir balaca tötü bağırdı. Benzin açığı pis getməyib. Yəni şəhərdə daha çox gedirdi. Düz yolda belə baxıram ki, normal gedir. 6 xətt idi, hələ bir dənəsi gedib. Getdik. Görün nətərdir yol. Yəqin ki, buradan görsənir dalğalı. Ya burayla necə gedəsən ona bax. Pis gündədir. Bu maşın sürənlərdən çox xahiş edirəm ki, yəni ötüb keçmək etmək istərsən arxaya tam gəlib dirənməsinlər. Çox xahiş. Adam motosikletdə adamı biraz qorxusur. Uzaqdan xəbərdarlıq eləsinlər, yəni keçəcək sağa. Oy, nətərə külək vurur ha? Oy! Baba külək var burada. Oy, yan küləklər dağıdır. Pəh, nə qəşəkdir bu görsəndi. Gözümüz bir balaca bir mənzərə görsün. Millət bu motosikleti seçməyimin ən böyük səbəblərindən də biri bilirsiniz nədir? Niyə yəni bu görünüşdə seçdim? Ümumiyyətlə mən kruiz motosikletlər sevirəm belə, yəni sport görünüş falan mənlik deyil. Çünki bunlar qəşəng olur, komfortlu olur falan. Görünüşü belə zəhmli görsənir. Yəni sport motosikletlərdə o zəhm yoxdur da, belə deyək. Brutal görsənir bunlar, hə? Çox təəssüflə deyirəm ki, həmişə demişəm, bizdə nəqliyyat vasitələrinə status göstəricisi kimi baxırlar. Ona görə hamı bazardığı qədər maşından yaxşısını almağa çalışır falan. Heç kim demir ki, qardaş, mən bundan zövq alıram, mən gedirəm Lilliput maşını alıram, qardaş, mənim bu xoşuma gəlir. Mən motosikletlə gedəcəm, mən velosipedlə gedəcəm, mənim bu xoşuma gəlir. Hər kəs deyir ki, cəmaət nə deyər? O psixologiya var bizim millətdə, təəssüf olsun ki, ona görə biraz belə bir motosiklet almışam ki, biraz daha aqressiv görsənsin də, yolda səni çox sıxışdırmasınlar. Əməzik torbası kimi yanaşmasınlar da sənə, yəni başa düşdü ki, o psixologiya nəzərə almışam və bunu görürəm yollarda da ki, əncir mürəbbəsi kimi yanaşmırlar da sənə. Yəni ancaq yolda da görürsünüz ki, yaxınlaşıb maraqlanırlar nə motosikletidir, nədir, görünüşünü bəyənirlər, çox cəlb edicidir və yolda da özünü biruzə verir, yəni bu görünüş. Ümumiyyətlə motor yağları bir qırağa, millət, bu motosikletin sürətlər qutusu da çox yaxşıdır. Oy, bununla dolu, nə qədər yamalar var idi. Yeri gəlmişəm, bu yamalar çox təhlükəlidir. Əsas da sport motosikletlər üçün. Niyə sport motosikletlər daha sürətli gedirlər? Ən çox da görmüsünüz o videolarda, o əsim olur belə tank slipper deyirlər, nə deyirlər, yadımdan da çıxdı. O çox təhlükəli şeydir. Yəni ona düşdün ancaq otur dua elə də. Bir də əlvi ruldan çək ki, özü düzələr. Başqa yolun yoxdur çünki. Yəni bax belə sürətli gedəndə o yamalara düşüb çıxanda o baş verə bilir çox vaxt. Grand Moto, yəni belə gözəl motosiklet üçün təşəkkür edirəm. Ümumi olaraq motosikletdən çox razıyam. Təbii ki, hər bir motosikletin mütləq və mütləq mənfi və müsbət tərəfləri mütləq olur. Amma motosikletdən çox razıyam. Hardasa 42 kilometr qaldı. Bir balaca ayaqlarım uyuşub hiss eləyirəm. Biraz bunda tötüm də ağrıdır azca. Ümumiyyətlə bunun oturacağı falan aksesuarları var. Yəni daha qəşəng oturacaq qoymaq olur. Amma sizə deyim ki, yəni təkərlərin yekə olması da yol tutumunu yaxşılaşdırır. Bayaq baxıram ki, 130'a da qalxmışdım. Bala hiss etmədən sürətim qalxır. Benzinim hələ ki 2 dənə gedib. Şəhərdə dəhşət çox gedir də benzin. Burada hiss eləyirəm ki, az gedir. Amma şəhərdə profkada falan nəsə birdən sıxlıqda dayansan, yavaş-yavaş geçib, o yan bu yan çox gedir. Çatdıq dəyərli izləyicilər. Kürdəmir 2 saat yarıma. 2 saata rahat gələ bilərdim. Prosta yolda danışıb eləyəndə fikrim dağılır, yavaş sürməli oluram, amma rahat 2 saata da gələ bilərdim.
Və hal-hazırda 3-ə düşdü. Hə, Krotnu zonadır, Krotnu zona. Çataq kafedə çaydan maydan içsəydik. Həmişə yadıma gəlir yanından motosikletlər gedəndə. Mən arxalarından həsrətlə baxırdım ki, ayda nətər sürüldü. Və dank üzümə nəsə bir dənə dəyri gəlib daşdan maşdan. Ona görə örtmək çox önəmlidir kaskın vizorunu. Dedim elə bu da yüngülvari dincəlim, sonra qayıdaram geri. Sağ olsunlar, burada namaz qılmaq üçün bir otaq da təşkil eləyiblər. Salam aleyküm. Ayak yaman getdini. 130 mən keçdim, mənim yanıma elə getdim elə mən dayanmışdım. Vay məhəri getdi, ay kişilər. Buu elədi. Hə, bala qaydaq geriyə. Qaydan başı deyim sizə çox dəhşət dərəcədə külək var idi. Düzdür, şəhər içi sürmək falan başqa. Amma öz motosikletə və adaptasiya olmaq istəyirsənsə, mütləq belə uzun yollar gedib gəlməlisən. Bilmirəm sizə o küləyi necə göstərim də. Məni konkret itələyir, amma bu motosikleti həqiqətən külək elə də dəhşət təsir eləmir. Başım gedir, amma motosiklet stabildir, maşallah. 113 kilometr qaldı artıq. Bir dənə qırmızı yanır benzində. Parıllayıb sönməyə başlayanda artıq pribor orada biləcəm ki, az qalıb. Parılıyıb sönəndə də rahat bir, amma yoxlamışam 30-40 kilometr gedib. Nəcəfsə bu qaydan istiqaməti yollar bir balaca yaxşıdır. Nə məsələdir? Primadon nazar keçir buralardan. Nədir bu? Kimdə bu? Branklatman damının evzat var bu yaxınlıqlarda. Yəni normal bir şey deyil, ona görə deyirəm. Elə söz ağzımdan çıxmışdı ki, bu ələtə çatan yol nə gündədir ola. Yəni dəhşət yamaqdır da hər yerə. Bu nədir ola? pribor da artıq parıllamağa başlayıb. Parolaya elə bir 40-50 kilometr getdim. Sonra daha dedim risk eləməyim, benzin doldurum. Bakımız 16 litrdir və 12 litrə poln oldusa, yəni indi belə çıxır ki, bu 16 litrdirsə, bunun içində 4 litr də hələ qalmışdı. Ceyb evə çata bilərdim ki, 350, 360 kilometr, 380 kilometr verərdi. Deyirəm də o son parıllamaq nədirsə, konkret bir, o sonda bir 100-200 kilometr var deyəsən. Axşam olmamış Ceyb evə çatayım inşallah. Tez gəlin vaxtda sarsaydım, gecə sürməkdən zəhləm gedir. Və sıxa. Bax, indi də biraz külək var, amma sürətli sürə bilirəm, nə əcəbsə. Yavaş-yavaş külək məsələlərinə də adaptasiya oluruq. Deyirəm də, uzun yolların ləzzəti bundadır. Sən şəhər içi küləklərdə, məsələn, bu təcrübəni yığa bilməzsən, amma uzun yollarda yığa bilirsən. Çünki daha az maşın olur, sağa, sola fırlanaraq motosiklet tuta bilirsən. Geri qaydanda da nə tər sürürdümsə elə bir level atlamışdım. Özümə inanmağım gəlmirdi ki, ay qardaş, abi nə tər sürməkdir. Motosikletdə elə bir hər şey etap açılır adamda. Gəldik də yenə Provkalar ölkəsi. Əvvəl mən maşınların arasında zaten qəti gedəmirdim də, yəni. Bu levellər hamısı yavaş-yavaş öz açıldı. Motosikletin faydalarından biri, dəyərli izləyicilər. Maşın tərpənmir, maşın. Yəni belə provka görməmişəm də mən, qardaş. Sağ olsunlar, arada kənara çəkilib yol açan sürücülər də olurdu. Bayaqdan mən gələm, bir dənə maşın tərpənməyib, təsəvvür edirsiniz. Buna da ola. Belə şey olar, Kürdəmirdən bura 1 saat yarıma, buradan Masazıra 3 saata. Şükür ya Rabbi, sağ-salamat gəlib çatdıq. Şükür. Axırıncı vurduğum benzindən də hardasa bir dənə gedib. Elə polnu bak var. Yaxşıdır. Belə dəyərli izləyicilər, videomuzu like edib, yorum yazmağı unutmayın. İnşallah növbəti videolarda görüşənədək Allah amanında.